O, dünyanın en varlı Azərbaycanlılarından biriydi. Amma oğlunu var dövlətə arxayın yox, həyatın çətinlikləri ilə böyütmək istədi. Oğlu isə cəmi 18 yaşında öz bəxtini bir güllə ilə sınadı. Və o gün bir milyonçunun yox, bir atanın həyatı dağıldı. Hacı Zeynalabdin Tağıyevin böyüklüyünü göstərən faktlardan biri də oğlunu var dövlətə arxayın böyütmək istəməməsi idi. O, oğlunun həyatın çətinliklərini görməsini, bərkdən boşdan çıxmasını istəyirdi. Cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmədi. Halbuki istəsəydi, dövrünün ən dəbdəbəli toyunu təşkil edə bilərdi. Amma bunu etmədi. Onun məqsədi oğlunu rahat həyata yox, real həyatın sınaqlarını hazırlamaq idi. Məhəmməd atasının sözündən çıxmayan bir gənc idi. Anası nə qədər etiraz etsə də, o dövrdə yeganə müsəlman hərbi birliyi sayılan Dikkaya diviziyaya, Lənkərandakı hərbi hissəyə yazıldı. Bu qərar isə onun faciəvi sonunu hazırladı. Araşdırmacı Manav Süleymanov və milyonçunun qızı Sara xanımın xatirələrinə əsasən hadisə belə baş vermişdi. Gənc zabitlər arasında təhlükəli bir oyun yayılmışdı. Onlar tapancanın darağında bir güllə saxlayır, lüləni gicgahlarına dirəyir, darağı fırladaraq tətiyi çəkirdilər. Yəni, öz bəxtlərini sınayırdılar. Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd də bu oyuna qoşuldu. Ancaq bu dəfə bəxt onun tərəfində olmadı. Tapanca açıldı və o həyatını itirdi. Onun cənazəsi alay yoldaşları tərəfindən Bakıya gətirildi. Dəfn mərasimindən sonra zabitlər geri qayıdarkən İmamverdi körpüsündə bir qrup Qızıl Qvardiyacı matros tərəfindən tərk silah edildilər. Bu hadisə diviziya rəhbərliyinin ciddi narazılığına səbəb oldu. Sara xanım həmin günü belə xatırlayır. Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. Onun ilk oğlu idi və hamıdan çox onu sevirdi. Cəmi 18 yaşı vardı. Bir qıza vurulmuşdu. Anam çox çalışdı ki, onu evləndirsin. Amma atam dedi, çox cavandır, qoy həyatın çətinliklərini öyrənsin. Yeznəmiz, Şəmsinin oğlu Əli Əsədullayev onu razı salıb Lənkərana, Dikkaya diviziyaya apardı. Anam razı değildi. 3 dəfə adam göndərdik ki, geri qaytarsınlar. Amma Məhəmməd qayıtmadı. Görünür taleyi beləymiş. Ölməzdən 2 ay əvvəl bir məktub yazmışdı. Tövlədə yatırıq. Başımızın altında yəhər var. Bir gün məni atamın kabinetinə çağırdılar. Bacım Leyla da oradaydı. Atam ağlayırdı. Saqqalından yaş damlayırdı. Mənə bir telegram uzatdı. Oxudum. Mamed özünü vurdu. Əvvəl anama demədik. Cənazəni birbaşa Təzəpir məscidinə apardılar. Orada kəfənlənib tabuta qoyuldu. Atam böyük bir matəm mərasimi təşkil etdi. Bibeybət məscidi yanında yerimiz vardı. Qəbristan da hasar alınmışdı. Əvvəlcədən bir neçə qəbir hazırlayıb üstünü örtmüşdülər. Məhəmmədi orada bastırdılar. Babam və nənəmin də qəbri oradaydı. Anam bu xəbəri eşidəndə huşunu itirdi. Uzun müddət özünə gələ bilmədi. O gündən sonra tez-tez qəbir üstünə gedirdi.